Salam kanalımıza və yeni vlogumuza xoş gəldiniz. Necəsiniz? İnşallah ki, hər biriniz çox yaxşısınız. Bugün istədim bir vlog çəkim. Vlog başladım. Çoxdan da çəkmirəm. İndi bugün nə eləsəm, istəyirəm sizinlə paylaşım. Nə eləsəm yenə çəkərəm. Yenə günləri ev işləri edəcəm. Başqa heç bir işim yoxdur. Həmişəki kimi. Gedək birin. İndi qonaq otağını yığışdıracağam. Amir burada oturub ayet-i kürsü koymuşam, ona qulaq asır. Oynayır. Bunu da belə qoymuşam ki, yerdən biraz soyuq gəlir. Pərdəni falan da çəkmişəm ki, soyuq olmasın da, pəncərədən soyuq gəlməsin. Yerdə oturur. Ona görə bir də bu yeri yığışdıracağam. Təmiz çox şey yoxdur. Bir də səhər-səhər İsmail bağçaya aparanda yemək falan yetişdirdim güclə. Bir də Amir'in qan dərmanı, D vitamini falan vermişdim. Mətbəximiz də belədir. Yaxşı vəziyyətdədir. Çox pis vəziyyətdə deyil. Bir də bunları maşına yığacağım. Bunlar uşaqların gündəlik dərmanlarıdır. Onları verəcəm. Maşını boşaldacağım. Maşının içini yığışdıracağım. Belə. Deyib başlayaq. إياك نعبد وإياك نستعين غير المغضوب عليهم ولا الضالين. Yeri götürdüm. Amir orada öz üçün oynuyor. Orada oynasın. Bu da bilirsiniz nə idi? Xalçaydı, mən yazda otağa sərirdim. Çox pis oldu o. Hər dəfə mən onu attım, yudum maşında. Onun içində maçalkası var idi. O pis oldu. Sonra mən onu atırdım əynə. Sonra qaynanam söktü, o maçalkanı çıxartdı. Sonra keşik yudu. İndi salıb bura kreslonun üstünə. İsmail deyir ki, bu kreslo sənindir. Amir qoymur o yemək masasında otursun. Uşaq üçün yemək masası var. İsmail onda deyir, o mənimdir. Biz də deyir ki, bax sənə təzə kreslo almışıq, onu da Amirə vermişik. O da deyir ki, hə, yaxşı. Gəlir otur bu kreslonun üstündə. Amma belə qəşəkdir. Pinterest kreslosuna oxşuyur. Amir də orada oyuncağı yeməklə məşğul. Ay İsmail, Amir ora yeməli deyil. Nəsə, gedək. Gedək mətbəxi də yığışdıraq. Gəldim buxnaya, mətbəxə. Nə dedim, bu maşını boşaldım. Bir də bu maşın haqqında bir-iki söz soruşdular mənimlə. Sual vermişdilər videolarda. İstəyirəm o haqqında biraz danışım. Deməli, birinci sual oydu ki, razısanmı? Bəli, tam razı, necə deyim də. Mən elə bilirdim ki, qupquru çıxardır bu suyu, susuz çıxardır da qabları, yəni qupquru olur, amma elə deyilmiş. Deməli, mən istəyirdim ki, tez qutarsın, mən yığım yerinə, sonra baxdım ki, yox, bu sulu qalır. Ona görə axşamdan qalır qablar, səhər-səhər boşaldıram. Səhər-səhər qalanda biraz susuz qalıb, əslində quruyur. Yəni, sizə tam aydın göstəreyim. Baxın, belə yerləşdirmişik. Sizə göstərəcəm haralar sulu qalır. Məsəl üçün, bu stəkanın üstü, bunda deyil, quruyub indi, baxın. Bilmirəm, suyu görürsünüz, yoxsa yox, baxın. Bir damcı altında belə bu yerlərdə sulu qalır. Məsələn, ən çox stəkanlar sulu qalır. Bir də qaşıqlar, bir də bu yerlərdə biraz amma qurudur. Elə bir məni gözləyib bugün sulu. Qalan heç yer sulu qalır. Bir də stəkanların bu alt hissələrində sular yığılır qalır. Yəni belə nəmlik vardır. Baxırsınız, sırazı yığsaz, hə. Amma yox, axşamdan gözləsəz biraz quruyur. Amma yenə də o stəkanların o hissələrində nəmliklər qalır. Su biraz qalır. Bir damcı, iki damcı. O da normaldır. Qablar amma belə quru çıxır. Heç bir şey yoxdur. Sonra hansı qablar kirli çıxır, onu deyim sizə. Yumurta
yumurtalı qablar, məsəl üçün axşam səhərdən qalırsa, biz səhərdən yığırıq, axşam qoşuruq da, məsəl üçün maşını. Hə, onda yumurta quruyursa, o zaman maşın onu təmizləmir. Yoxsa belə amma bütün qabları təmiz. Məsələn, axşam biz nə yemişdik? Aş yemişdik. Bu aşın qablarıdır, hamısını təmiz çıxardır. İndi sizə filtri göstərmək istəyirəm. İçərisinə, ona görə. Burada da filtr var. Bunu 2 yumadan bir dəyişirik. Məsəl üçün, baxın, bütün şeylər gedir bura dolu, belə. Amma bu görürsünüz, heç nə yoxdur. Bu filtri dünən yumuşam, amma qoşmuşam da dünəndən sonra. Amma heç bir düyü yoxdur. Çünki çalışırıq ki, bizi gətirib bu qoşan usta da dedi ki, çalışın belə yağlı falan heç nə olmasın da, düyü, yemək qalığı falan olmasın. Ona görə salfetkəni ya da suyun altında keçirik, elə qoyuruq. Belə də ki, təmiz çıxardır. Baxın, və görürsünüz, su ləkələri var biraz. Amma belə normal olaraq təmizdir. Amir də arxadan qışqırır. Qazanlar da onun kimi, baxın. Təmizdir, heç bir şey, ləkəsi falan, heç nə yoxdur. Bu qazanda. Görürsünüz, təmizdir. Yəni, deməyim odur ki, çox vaxt təmiz çıxardır, amma bəzi hallarda çıxardır. Yəni, dediyim kimi, yumurta olanda, çox belə şey olanda. Can, Amir biraz üz üstə qoydum, biraz üz üstə qalsın. Əslində çönə bilir, nəsə çönmür. Öyle deyir ki, sən gəl mənə çöndər. Amma özü istəyəndə elə ki, çönür ki. İndi tez baza bir dənə də buranı yığışdırım. Yenə nə sualınız olsa verərsiniz. Yadıma düşdükdən dedim, yəni proqramı var. Belə, başqa nə sualınız olsa verərsiniz. Gördüyüm qədər cavablayaram. Məsələn, cavablandırmaya çalışıram. Amma ki, bir də markası soruşur. Bizimki Bekodur, Bekonunkidir. Bir dənə bizdə yaxşı tərəfi odur ki, bizdə bu qaşıq çəkməcə yeri var. Məsələn, bura qaşığı, çəngəl falan qoyursun. Amma bəzilərində o yoxdur. Bəzi şeylər, məsələn, mənim eşim də aldı. O Samsung-un aldı. Amma onda belə çəkməcəsi yoxdur, qaşıq çəkməcə. Belə şeydə də var. Onu da belə içinə qoyursa elə yuyur. Belə, başlayayım. Buranı da yığışdırım tez. Bu yumurta qablarını keçirirəm. Ən çox mən suda. Yoxsa başqa çox vaxt qabları sudan keçirməm. Sadəcə bu yumurta üçün. Bir dənə də yusaz getmir. Əldə getməyən maşında getmir. Bir də xanımlar, Amirə belə bir sos qalmışam. Bu meyvə soskası. Amma bir dənə bu bir şey bilsiz nə yaxşıdır. O birisilərinin hamısında qalır da burada. Uşaq yediyiz qalır. Amma bunu Temudan almışam. Belə burursunuz, görürsünüz. Buradan çıxıb bütün içindəkilər qabağa gəlir. Uşaq təzədən bir də yeyir. Bu çox qəşəngdir. O vaxt mən İsmail'e almışdım. Buradan almışdım. O yaxşı değildi. Amma bu yaxşı. Şimdi biraz banan verəcəm ona. Ağlayır. Yeməyi yiyib əslində. Amma yatdı gördü. İndi hər ehtimala qarşı ona biraz banan verəcəm. Belə verirsiniz. Ona belə basan kimi görürsünüz burasından çıxır. Belə daha rahatdır, belə daha qəşəng. Tapsam bunun linkini qoyacağım. Temudan əldə edə bilərsiniz.
Mətbəxi yığışdırdım, buraları falan düzəltdim. Amirə yemək pişirdim, istəyirəm onu sizə göstərim. Çox adam soruşmuşdu ki, məndən. Bəs mənim də Amir kimi oğlum, qızım var. Bizə göstərin nə edirsənsə. Deməli, baxın, brokolidir, kökdür, bir də kartofdur. Belə doğrayıram. Üzərinə də baxın, bir qaşıq qreçka da olar, düyü də olar, bulğur da olar, mərcimək də olar. İndi hansını istəyirsinizsə. Mən gündə bir dəfə, hər gün elə bir dəyişirəm. Bir gün bulğur, bir gün qreçka, bir gün düyü. Amma Amir ən çox qreçkanı sevir. Qreçkalı olanı. Ona görə. Baxın. Belə yumuşam qreçkanı. Yuyursuz. Hamısını yudum, soydum qabıqlarını. Bunu da biraz suda saxladım. Brokolinin ki, bu içərisində toz falan heç nə qalmasın. Sonra belə edirəm. Sonra üzərinə çox azca, yəni çox az dediyimdə biraz zeytun yağı əlavə edirsiniz. Hardasa bir xörək qaşığı əlavə elədiniz. Daha sonra dənsə hər gün sakit duran Amirəm bu gün ağlamağı tutub. Mən video çəkirəm axı ona görə. Deməli, nə edirik? Yağ tökdük yeməyə. Yeməyə yağ tökəndən sonra qoyuruq qazın üstünə. Biraz həmin yağda qovururuq. Amma çox yox da, yəni biraz. Ki, belə elə bil ki, mən yeməyi su töküb sonra yağ tökəndə Amir o yeməyi yemir. Şimdi bunu da yeməyəcək, gözüm deyəcək, hər nəsə. Amma ki, biraz yağda qovururam bu tərəvəzləri, qreçkanı. Yəni dediyim kimi, istədiyinizi ata bilərsiniz. Düyü olsun, bulgur olsun. İndi mən getməmişəm mağazinə. Bir də bilirsiniz, belə türklərin biraz belə uzun düyüyə oxşayan bir dənə şeyi var. O da deyirlər, uşağı xeyirdir. İndi ondan da alacağım. İsmail İsmail onu verməmişəm doğrudan. Amma Amirə vermək istəyirəm. Çünki Amir yeməyə daha çox meyillidir. Nəinki südə, ana südünə. Ona görə. Yəni o bir südünü də kəsmişəm. 4 ayıydı artıq. İçmirdi çünki. Nə qədər elədi, içmədi. O südü heç axırına kimi içmirdi. Ona görə kəsdik. Ancaq ana südü içir. Gecələr o da ən çox. Gündə də 1-2 dəfə içir. Yəni öz istəyəndə ağlayır. Nədən? Səbəbsiz yerə ağlayır. Onda bilir ki, hə, ana südü istəyir. Onda ana südü verirəm. Belə də yemək yeyir. Səhər-səhər gerkuleslə banan yeyir. O da gerkules, 1 qaşıq gerkulesi, 2 qaşıq gerkulesi, 1 stəkan suda qaynadıram, pişirirəm. Baxırıq ki, gerkules biraz şey olur da, tez həll olur, pişir. Mən uşaqlar üçün olandan alıram, hələ böyüklər üçün olandan almıram. Onu 15 dəqiqə qaynatmalısın, amma uşaq üçün olan 2 dəqiqə hazır olur. Amma mən bir 5 dəqiqə qaynadıram gerkulesi. Sonra banan əzirəm, yarım banan, bir də gerkulesi əzirəm. Sonra yedizləyirəm. Sonra Amir yatır. Buna niyə danışıram deyəsiniz? Çünki bir-iki xanım məndən istəmişdi, onun üçün danışıram ki, nə verirəm. Hə, bax, gördünüz belə. Biraz yağda qovurdum. İndi üzərinə keçəcək qədər su əlavə edəcəm. Belə. Suyu da əlavə elədim. İndi keçib qarışdırdım, qoyacağım bişsin. Bütün tərəvəzləri də baxacağıq axırda. Bişsə, əzilirsə, deməli artıq tərəvəz şorbamız hazırdır. Belə. Mətbəxdə də işimi qurtardım. Gedim qonaqdan da yığışdırdım mətbəxdə. Dünən yığışdırmışıq hər yeri dibdən, köşədən. Ona görə bugün dincəlmək günümdür. Buraya gedib. Ay Allah. Dünən oy Allah, dediyim kimi eləmişik. Amirin qulağını da düzəldək. Belə xanımlar. Hə, səhər-səhər gerkules verirəm ya da kaşa verirəm. Onu dediyim kimi Amirə, indi bilməyənlər üçün deyirəm, istəyənlər üçün deyirəm. Sonra günorta, sonra yatır bizim Amir. Sonra durur, biraz da belə oynayır, biraz meyvə verirəm, alma verirəm. Amma pürə yemir. İsmail çox qəşəng yeyirdi. Pürə halında eləyirdim alma, meyvələr. Amma Amir elə yemir. Ancaq dediyim kimi o suskuya qoyuram. Orada yeyir alma, banan, nə bilim armud olanda qoyuram. Qəşəng yeyir orada.
Daha sonra yenə yatır. Bir də saat 1-də, 2-nin yarısı falan onda yeməyini hazırlayıram, onu yeyir. Sonra 4-ün yarısı biraz piçenik. Ondan sonra ana süd əmir. Sonra piçenik falan belə banan, əlimə nə keçsə ondan verirəm. Biraz da ondan yeyir. Sonra da yenə axşam o qalan yeməyin yarısını yedizdirirəm. Axşam da kaşasını yeyir, yatır. Bir də gecə ana süd əmir. Başqa heç nə vermirəm. Yəni bunları verirəm. İndi birazdan düyununa keçmək istəyirəm. Biraz düyunu vermək istəyirəm. Səhərlər indi avokado, yumurtaya falan keçəcək. Hələ onlara keçməmişik. Hələ balacadır. 6 ay tamam, 7-yə keçib. Əslində böyükdür. Amma ki, hələ ki ona keçməmiş. İndi keçəcəyik inşallah. Onlara da yavaş-yavaş hazırlaşdıram. Deyirəm, biraz bu yeməkləri həzm yaxşı olsun. Daha sonra o biri yeməklərə də keçərik. Belə. Bax, bir yaxdan ağlayırdı. Mən yanında durmuşum, indi sakitcə oturub. Niyə? Bilmək olar. Mətbəxə baxım, görüm nə qalıb. Bir yer eləyim. Amirim imkan vermədi. Çünki bu təmizdir. Bunu yıxalayaq. Biraz su çəkilsin. Bu axşamda baba qoymuşduq. Maşının da. Bunu da yerləşdirək. Belə təmiz. Bunun üzəri təmizdir. Bunu da bura qoyaq. Yeməyimiz də baxın qaynayır. Biraz xodunu azaldacağım. Biraz xodunu aldım. Yavaş-yavaş həzin bişsin. İşim bu qədər. Qutardım. İndi gedirəm. Neyiniyim? Amiri yatsıdırım. İşim yoxdur. Neyiniyəcəm? Gedib kitab oxuyacağım. Bu aralar bilirəm, YouTube'u çox başlamışam. Çünki kitab oxuyuram. Çünki tez bazda işlərimi qutarıb, keçirəm, kitab oxuyuram. Bu aralar yenə məraq salmışam kitablara. Planşet gələndən demək olar ki, ancaq kitab oxuyuram. Bugün oxuduğum kitab, yəni neçə gündə oxuyuram. Yəni çox oxuya bilmirəm də, yəni vaxt tapdıqca otururam bir 20 səhifə, 30 səhifə, ancaq da gecələr oxuyuram. Uşaqları yatıstıra, oturub kitab oxuyuram. Oxuduğum kitab Bəyaz Ləkədir. Sonra Amir yıxıldı. Oturmuşduq 700-də. Deməli, bu aralar Saka və Sanan oxumuşam. Bilmirəm, oxumusunuz. Aranızda kitab oxuyan var, ya yox, bilmirəm daha doğrusu. Saka və Sananı oxumuşam, Sarkacı oxumuşam. Sonra keçmişəm indi Bəyaz Ləkəyə. Bunlar çoxdan şeylərdir. Sarkac təzədir, amma o bizlər köhnə kitablardır. Bəyaz Ləkə də çoxdan oxumaq istəyirdim, vaxt tapıb oxuya bilmirdim. Bu aralar vaxt tapmışam. Ona görə onu oxuyuram. Belə. Yenə nə eləsəm çəkərəm. Belə. Heç nə biləmədim. Amir durdu, Amiri falan yetişdirdim. Sonra da bibim gəldi. İndi gedirəm İsmail'i gətirim. Bugün biraz tez gedirəm. Burada qalır. Ona görə. Gedək İsmail'i də gətirək. Heç eləmədim. Bəzi günlərim boş keçir, heç eləmirəm. Qabıyan alandan sonra da bir şey. Əvvəlcə bu qabımı bilirdim, indi onu bilmirəm. Belə. Neyləsə, nə çəkərəm. İsmail'i gətirmək problemdir. Gəl də gəl, gəlsinlər. Quşları görüb sərçələri gəlmir. Gəl. Bura gəl. O gedəndə sərçələr gəlmir. O istəyir gəlsin, gedir sərçələr. Gəlsin. Bura gəl, gələcəklər indi. Amir burada canı ilə əlləşir, alma yeyir.
Şimdi Amir'e yemeğini koydum kısmağa. Kısmını yemeği dizileceğim. Akşama da kartof kızartıram. Yarısı da buradadır. Yarısı da buradadır hele. İsmail de çiğ kartof yiyir. Git. Böyle. Yemeği pişiririm. Qaynanam həkimə getmişdi, diş həkiminə. Dişinə görə, dişini çəkiblər. Ona görə bugün yemək mənimlə yatırım. Axşam oldu. Yemeğimiz falan yedik, elədik. Mətbəxə yığışdırırdım, dedim bir dənə çəkim. Bu çikli qabları yığdım bura. İndi bir iki qab qalıb, onları da yığım. Sonra çay dəmlədim. Sonra qazın üstünü siləcəm, eləyəcəm. Bunları yığım yerinə. Qayıqlar istedi. Tərliyiblər. Onları yığım yerinə gəlirəm. Belə hamılar. Qabları yığdım. Bir iki qab qaldı, indi bunları yığışdırıram. Bir dənə tez buraya yığışdırım. Amirə görə çörək vermişdim. İnan ağlayırdı. Mən də çörək verdim. Biraz çörək yeyirdi. Çörəyi dalaşdı, ağladı. Bilməz, yarısını tökdü yerə. Bir dənə buranı pis soslayım tez. Belə indi pis sosladım. Amirim burada bütün çörək eləmişdi. Buranı da təmizlədim. Asım qoyum yerinə. Belə buranı da təmizlədim. Bir dənə bankanı qoyacağım yerinə. Yoldaşımla Aytadın payını bayaq pişirmədim. Onu da pişirdim. Amma dərin təmizliyi sabah eləyəcəm. Mətbəxə biraz dərin təmizliyi lazımdır. Ona görə sabah İsmail vaxtı qoyulan sonra başlayacağım mətbəxə yığışdırmağa. Belə xanımlar, növbəti gündən hər birinizə salam. Mağazin getmişdim. Amirə kaşa falan alırdım. İsmail səhər apardım, dedim vaxtıya. Saat hələ 9-da ona işləyir. Dedim nə almışam mən göstərim. Bir də avokado falan alacaqdım. Yox idi, hamısı qutarmışdı. İndi dedilər birazdan gələcək. Ona görə İsmail gətirməyə gedəndə alaram. Bunu İsmailə verirdim. Amirə ilk dəfə verəcəm. İlk dəfə almışam bunu. İndi görüm. Köhnə videolara qayıdım görüm İsmailə bunu necə verirdim. Sonra 2 dənə karşı aldım. Məndən soruşdunuz ki, hansı karşıdan istifadə edirsən? Əslində mən bu karşıdan istifadə edirəm. Bunun tərkibində palma yağı yoxdur, bildiyim qədərilə, oxuduğum qədərilə. Bir-iki dəfə də internetdə gördüm ki, bunun tərkibində deyirlər ki, şey yoxdur, palma yağı. Amma bu qatlaşmır. Nə qədər eləyirəm də, inanırsınız. Bir dənə bunun şeylisi var, şaftası, o qatlaş. O da yoxdur. Ona görə onu o olandan alıram, o olmayanda da çalışıram. Bir dənə Nestle alıram. Bunlar qəşəng qatlaşır. Bu qəşəng qatlaşır, bunu bilirəm. Bunu ilk dəfə aldım. Dedim, bunda sınıyaq görək. Bu necədir? Bu şaftalılı, bir də armudludur. Bu da alma. Bu neydi? Malina. Bu da bilmirəm neydi? Qarağatdı deyəsən. Çəlikdə bundan istifadə edirəm. İsmailə də bunu alırdım. Bununla da bunu alıram. 4-5 tane peçenlik, biraz banan, biraz da alma. Amir meyvə yemir doğrudan. Böyle püre halına gətirəndə yemir. Ona görə püre edirəm. Biraz içinə peçenlik qatıram, elə yeyir. Belə bir də uşaqların paraşoku bitmişdi. Paraşok aldım. Biraz vardı, sər-sər Amirin paltarlarını atdım. O qoydum onu qaynamağa ki, için üstə biraz ləkələr var idi. İnşallah təmizlənər. Bir dənə də özümə aldım. Yoxum çayın içməyə. Bunu aldım. Belə. İnanırsınız, baxın. Bunu yox da, bunu yox. Bunu bir də paraşoka 20 manat pul verdim. Bu qədər bahalaşıb hər şey. Ay, necə bahadır hər şey. 20 manat sizin gətirdim. 2 kaşa, 2 peçenik, bir düyü unu, bir tane paraşok. 20 manat bu verir. 20 manat 80 qəpik. 80 qəpik 20 manat. 2, 4, 5, 6, 7 tane şey. Hər nəsə başlayayım. Amirə yemək hazırlayayım tez. İsmail durandan orada durub. Bana pirinç onu hazırlayacağım.
da bundan belə görüncə yeyəcək. Belə xanım 3-4 dənə piçenik əzdim. Üzərinə də o pirinç unundan 1 stəkan suya 3 qaşıq atdım, bişirdim. Sonra da qatdım, belə oldu. Bilirəm, çox şirin oldu bu, heç istəmirəm vermək, amma yeyib düzəltdim. Gəlin bu pirinç ununu yumurtada sınayacağım, yumurta ilə verəcəm ki, biraz da olsa dəngələsin o. Çünki bu ikisi çox şirin oldu. Amir də şirinə bayılır. Heç nə olmaz. Bu dəfəlik verim, gələn dəfə verməyəcəm. Bu pirinç unu da biraz şəkərlidir. Sütlüdür həm də. Şeydə piçenikdə şirin olduğuna görə biraz şirin alınıb. Bu dəfə yesin, gələn dəfə verməyəcəm. Belə xanım, yadımdan çıxıb ki, mən çəkirəm, vlog çəkirdim. İndi buraları yığışdırdım. Böyle pərdələr atdıq çölə ki, biraz toz falan keçsin. Bilmirəm, mən atanda, belə video çəkəndə qəribə deyirlər ki, elə şey olur. Biz həmişə atırıq doğrudan pərdələri çölə, həm belə hava alır, qəşəng. Əslində, keçən həftə yumuşam, prosto yenə də toz torpa yerə sürtülür, eləyir. İsmail, o pərdənin sürtmədiyi yer qalmır da, ona görə. Uşaqlar oyuncaqlarını falan yığdım. Amir də yatır. Onu bir belə şeylərini qoydu. Çirkində. İndi pis sosladım Elvidə. İndi bir dəfə də şotqalıyım. Şotqanı nəmlədim qəşəng suyun içində. Belə fış elədim. Sonra başlayıram xalçanın üstünü belə sürtməyə. Həm bütün tozu falan da gedir. Həm də ki, tük falan qalanda onu təmizləyir də, qəşəng eləyir. Belə. İndi buranı da təmizləyim gəlirəm. Baxın, nə qədər pis soslasak da, görürsünüz, toz, torpaq belə qalır. Ona görə ən yaxşısı budur. İndi gedim bunu yuyum, bir də yiyeyim. Belə xanım, buranı da şeylədim. Necə deyirlər, təmizlədim şotqayla. Oralar hazır. Qaynamış olan paltarlar asdı, bir dənə də bunu qoymuşam. Bu da qutarlığında, bunu da assın. Setkalar falan çıxartdıq. Biz hər birinci, bir də 5-ci gündə evləri dərin təmizləyirik. Belə əslində eləyirik, gündəlik mətbəxə falan yığışdırırıq, nə biləm, divanın üstünü zaten. Amma belə dərin təmizlik birinci gün eləyirik. Çünki yəni, tam falan evdə olur, ham evdə olur, İsmail də evdə olur. Bir də birinci gün, bir də 5-ci gün eləyirik ki, yəni bu 4 gün düzəldək, təmizləyək, altı bazara rahat qalsın. Keçim buraları da təmizləyim. Belə xanımlar, otağımda yığışdırdım. İsmail'in de bir yastığını düzelttim. Düzelttim. Amir de yatır burada. Amir'e de yatsın. Buranı da böyle yığıştırdım. Küsküleri təzə silmiştim. Biraz orada bakın, bir daha parmak görebileceksiniz. Böyle bir de paltarları astım. Qəşəng. Buralar da təmiz. İsmail'in oyuncaqları da yumuşaq. Gizlətmişəm əlindən. Böyle bir iki dal vardı. Onları da yudu, koydu bura. Dedi elimde yuyum. Bir de maşını atım. Yok. Gör maşını boşaldım. Yok. Maşını da boşaldım. Demək, qazın da üstünü silirdim. Baxın, görürsünüz. Təmizdir. Bir dəfə elə sildim. Bu aldığım temdən çox gözəl şeydir. Nasıl? Elə gözəldir. Sadəcə buraları yanır biraz tez. Onu elə kəsmək lazımdır ki, qazınıza uyğun olsun da. Ona görə. İndi qazın üstünü sildim. İndi bunları gözləyəm. Qurudum. Qurusun da siləcəm indi. Qurusun, bunları sərəcəm yerinə. Belə. Bir şey düşəndə sırası götürürük, onu yuyuruq. Heç qazın üstü demək olar ki, bulanmır da. Amma baxın, görürsünüz, belə biraz ləkələdir qaz. Doğrudan bizim qazın üstü doğrudan pis idi. Yəni pisdir materialı. Eski alınandan heç qəşəng deyildi. Mən də az el o qədər vurmuşdum ki, rengi ruhu gedib qazın.
Amma o şeyi də belə ləkə saxladı, bilmirəm niyə. Baxın, görəsiniz. Ən çox bunda elədir. Bunlarda heç nə yoxdur. Əsas bunlardadır. Bundadır. Hər nəsə belə. Kafedə şey püskürtdüm. Dərman qoyunda olsun. Onu da silim. Nəsə belə çəkərəm. Belə. Qazın üstünü sildim. Qazın üstünü belə qəşəng sildim. Oranı da kafeni sildim. İndi kesin buranın kafeni silməyə. Qəşəng elədim. Bu arada bilirsiniz nə var? Bu qabıyan üçün var ya, şey, qabıyan üçün qoyursunuz gel. Onu suda həll elədim, isti suda, sonra eləyirəm, elə gözəl eləyir. Baxın, bu şkafın da bu ən çox qulplarına falan əlimizi vuruq. Buralar biraz zəkəli qalır, sırf oralar, çünki oraları təzə silmişəm. Amma bu qulp hissələr həmişə bulaşır, ona görə kafelərini də silim, qəşəng. Belə hamla bitirdim. Bu dərmanları bura qoydum, bunları hələ ki atdırıram uşaqlara. Bir də bilirsiniz, ən zəhləm getdiyim şey nədir? Qazı siləndən sonra qazın üstündə yağ. Buzluğa qaynanam atır. Bükmələrdir. İndi artıq məktəbdən gəldi. Hazırlığa gedəcək. Həm də özümüzdə gedib bilgiyək. Belə bir dənə də buranı yığışdırım, stolun üstün. Bir də sınavları yığıb. Bir də baxın, nə almışıq? Biz paltar yığmaq üçün yağmışıq. Da çıxardım. Yoxdur. Açıq qalsın hələlik. Deməli belə xanımlar, paltarları qurudu, qaynam atıb içərdi sadəcə. Biraz nəmli geçsin. Yemək falan yedik, elədik, paltarlarımızı yuduq. Daha heç bir şeyimiz qalmıyor.